Show. Axşamınız xeyir olsun, gecəniz xeyir olsun hörmətli tamaşaçılar və yenə də həftənin bu günü Full Show günü yetişdi və biz sizin qarşınızdayıq. Bir günü digər günə bağlayan saatda, saat 00-da ARB televiziyasında bu gecədə, bu gündə iki möhtəşəm xanımla bir yerdə yaxındakı bir saat ərzində sizin qarşınızda olacaq. Gözünüz, diqqətiniz bizdə olsun. Bir-birindən fərqli, iki ulduz bir-birindən fərqli, iki musiqi və hər biri məhz bizim tamaşaçıların zövqünü oxşamaq üçündür. Bundan əlavə təbii ki, bizim çox maraqlı söhbətlərimiz var. Hər iki xanıma hazırlanan suallar var. Çox maraqlı anları qarşıdakı bir saat ərzində ARB televiziyasında Full Show'da sizinlə bir yerdə izləyəcəyik. Ümidvaram ki, əhval-ruhiyyəniz yaxşıdır, gözəl evdə istirahətlə əyləşmişsiniz və bizi izləyirsiniz. Biz isə yavaş-yavaş başlayırıq. Bir daha gecəniz xeyir olsun və bizim bugünkü qonaqlarımız çox sevdiyimiz, özünə məxsus, fərqli Nərmin Kərimbəyova və hər şey ilə özünə məxsus, istedadlı, hər birimizin çox sevdiyi Azərbaycanın əməkdar artisti Elza Seyidcahan. Elza Seyidcahan, axşamınız xeyir olsun. Elza xanım, gəlim sizi gətireyim. Aysel Rəqs qrupu, çox sağ olun, təşəkkür edirik dostlar. Hələ bu gecə bir yerdəyik. Xoş gəlmişsiniz. Yaxşıyım, siz necəsiniz? Yaxşıyıq, sizi gördük, daha yaxşı oldu. Soyuqlamışam, səsim. Allah şəfa versin. Amma anlaşılacaq. Gəlin, Aysel Rəqs qrupu, çox sağ olun. Elza Seyidcahanla bir yerdə qalxırıq kürsümüzə və Nərmin Kərimbəyova bizi gözləyir. Bugün iki gözəl xanımla bir Səbirsizliklə yerdəyik. gözləyir. Xoş gəlmişsiniz, gözəlim. Möhtəşəmsiniz. Elza Seyidcahanın bugün səsi Parıldayan, biraz... sevdiyim insan. Yaxşı bugün. Və Elza Seyidcahan, Nərmin Kərimbəyova, iki bir-birindən gözəl xanım. Axşamınız xeyir olsun, bir daha xoş gəlmişsiniz. Çox sağ olun. Mən də salamlayıram bütün tamaşaçılarımızı. Özəl studiyanın Full Show verilişindən. Yəqin ki, doğrudan da bir gözəl full verilişimiz olacaq. Bəli Elza xanım, siz də buradasınız, Nərmin də buradadır, mən də buradayam, Samir də buradadır. Və full tamaşaçılarımız da ki bizi Ekran izləyirlər. qarşısındadır. Fulun fulu olacaq. Elza xanım, mən yanlış xatırlayıram, yoxsa demək olar ki, mən sizi nadir hallarda belə rəqs eləyən görərəm. Əslində mən yaxşı rəqs eləyənəm belə Gördüm. Bu da bir eksprompt oldu. Düzdür. Çox da qəşəng oldu. Rəqqaslarımız Aysel Rəqs qrupu. Buradan İradə xanımı salamlayıram. Çox gözəl balalardır. Neçə illərdir bu rəqs kollektivi fəaliyyət göstərir, gözəl tədbirlərdə. Həmişə mən bunlara deyəndə bunlar canla başına gəlirlər. Və bu gün də çox sevindim ki, doğrudan da siz də bunlar əməkdaşlıq edirsiniz. Səndə də elədi Nərmin. Həm də Nərmində. Elza xanım tamamilə, bilmirəm tamamilə deyim necə, siz komplekssiz insansınız da. Əslində sənət adamı kompleksli olmamalıdır. Sənət səhnə kompleks sevmir. Ona görə də rahatdır. Bax, rəqs etməyi hiss edir, bu musiqini axı hiss edir. Musiqidən hələ bir ki yaranmış bir insandır Elza xanım. O musiqi içdən keçir. Ay Nərmin, sən indi rəqslərlə də gələndən ilk həm ifa, mahnı hitlər, həm də rəqs. O vaxtı çox kepslər, çox memlər oldu, çox danışılar. Hələ də gedir o. Ara bir olur, amma hardasa yəqin ki, insanlar artıq örgəşib mənim rəqslərimə. Artıq örgəşiblər. İlk əvvəl insanlar bilsən necə yeniliyimi, özgüvəni, Fərqliliyimi. Bəli, fərqliliyi. Onlar o qədər də bəzən qəbul etmirlər. Bir zaman lazımdır ki, insanlar qəbul etsin və yolundan dönməmək. Əgər sən tərəddüdlüsən, yəni özünə tam inamın yoxdur, kiminsə sözü ilə nəsə edirsənsə, hardasa qırılacaq, yaxud da strategiyan dəyişəcək, yaxud da ümumiyyətlə sənətdən gedən o qədər adam var ətrafda ki, başladı, alındırmadı, yoxa çıxdı. Amma əgər sənin içindən gəlirsə, o bir nöqtədə artıq sən onu tam şəkildə nümayiş etdirə bilirsən və rahatsan. Çünki hazırda çox rahat. Bəli, onlar bilirsiz niyə görə yəni gəlirlər axıra qədər gedə bilmirlər. Çünki özləri olmurlar. Kim nəsə götürürlər. Elədir. İnsan özü olanda istəsə də ondan kənarlaşa bilmir. Çünki o özüdür. Onun necə deyirlər, içindən gələn bir onun tərzidir. Onun necə deyirlər, manyera deyirlər, o Xarakteri tərzi də, yəni tərzi odur. özünün o necə deyirlər, nüanslar, Yolu o necə deyirlər, o hər bir mahnının öz nüansları var da. Forto, piano, crescendo, nə bilim, bu insanda da bədənində, səhnədə onlar tələb olunur. İstəsən də sən ondan ayrıla bilmirsən. Məsələn, görürsünüz ki, cürəbəcürə zaman-zaman bayağı mahnılar gəlir, amma ki görürsən ki, hardasa
onsuz da belə söz deyiblər ki, şeytandır, iblis gələndə dişləri belə gəlmir ki, o gələndə parıltı ilə gəlir, o pulla gəlir. Pullu gəlir ki belə, amma insanları alladır. Boyağı musiqilərə Bəli. və onun ifaçılarına hər zaman ən sərt reaksiyanı verən biri Erzi Seyidcahan olub. Şəkil cırmaq mı deyim? Mənim efirimdə mahnının səsi gələndə hamı eşitdi. Erzi xanım döndü. Deyəsən texniki eşidir amma deyəsən texniki problem nədir qulağına dəyməsin. Bu şeylərə özü çox ağıllı qadındır. Bunu hər zaman hər yerdə demişəm. Erzi Seyidcahan ölkədəki ən tanıdığım ən ağıllı qadınlardandır. Bunun mübarizəsini aparırsınız. Mübarizənin nəticəsi nə yerdədir? Biz tez-tez Bəstəkarlar İttifaqında bizim dahi bəstəkarlarımızın anım günləri, doğum günləri, yəni yubileyləri, konfranslar keçirilir. Mən orada baxıram, bizim musiqişünaslarımız çox gözəl mühazirələr oxuyurlar, danışırlar, təhlillər edirlər. Mən deyirəm ki, mən o bəstəkarların yanında nəyim ki, bizi necə tənqidçi olublar, hətta vəsiyyət ediblər. Dahi Qaraqarayev vəsiyyət edib ki, biz bir zaman olmayacağıq, amma nə badə bayağı mahnılara yol verəsiz. Amma mən deyərdim ki, onlar bilməzlərmiş ki, bu qədər bayağılıq olacaq. Hətta o vaxtı nəyə onlar mübarizə aparırlar, o çox da bugünkü gündə elə bayağı sayılmırdı. Çünki öz ritmimizdə oxuyurdular. Amma bugünkü gündə öz ritmimizdə deyil, öz ladımızda deyil. Ümumiyyətlə, öz canlı alətlər yoxdur. Elə belə kompüter belə səsidir. Süni intellekt fason bir şey var. Xüsusi səslənmədir, Bəli. belə cır. Bir də glisan da eləyirlər. Səsləri də glisan da verirlər oxuyanlar. Öz təmiz səsləri də deyil. Ona görə biz onların vəsiyyətini yerinə yetiririk. Biz özümüzə görə demirik. Mənə hərdən deyirlər ki, çox demədə onsuz da neyvə lazım deyə heç kim demir, sən niyə deyirsən? Amma bu bir missiyadır. Biz elə bil ki, deməsək kim deyəcək? Erzi xanım, bayağı yolda oxuyan ifaçılar var ha. Onların sizə görə yəni heç olmasa içində istedadlıları var, səsi olanlar var. Sadəcə olaraq yolu yanlış ola bilər. Mənə bu yaxında bir nəfər dedi ki, bir müğənni, bayağı mahnılar oxuyan müğənni dünya şöhrətli xanəndəmizin dərsinə gedir. Gördüm ki, həmən o adam, adını deməyəcəm, o dünya şöhrətli xalq artistimizi qınıyır. Dirəyə gör nə günə qalmışıq ki, filankəsin dərsinə gedir. Mən dedim ki, sən niyə belə pis düşünürsən? Allahın bir sözü var, Allahın kəlamlarında var ki, mənə deyir, günahkarlar gəlsin, günahsızlar onsuz da. Mən arxayınam onlardan, belə bir kəlamda yazılıb. Dedim, mən alqışlayıram ki, o bayağı oxuyan, bayağı kimi oxuyan, özünü trend sayan, o dünya şöhrətli xalq artistinin dərslərinə gedir. O gedəcək, onun gözü açılacaq. O biləcək ki, nə oxuyur və onu bir də oxumayacaq. Əminsiniz? Dedim, mən bunu al, ya da ki, oxuyacaqsa, demək o elə yalandan gedir. Yox, o sənətkarın oxuyanların yanında ki, elə belə bir Adı olsun. adı olsun ki, olsun. mən bunun tələbəsiyəm. onu başa düşdüm. Amma yəni siz və o oxuyanların içində bayağı həqiqətən də səsi, istedadı olan var, sadəcə olaraq yolu yanlış. Çünki o mövzusu getmişdi. Siz də biraz o mövzunun içində iştirak eləmişdiniz. Deyiləndə ki, əslində səsləri var, əslində onun Elələri var ki, bəli, hərənin özünə görə öz səs tembri var. Yəni ki, düzüb qoşmaq olar. Bəstəkara mütləq. O niyə görə bəs əvvəl Şövkət xanım Ələkbərova, Rəşid Behbudov və Lübabə Muradova onlar bir bəstəkardan oxumurdular ki, bir neçə bəstəkardan oxuyurdular. Çünki o bəstəkarlar onların içində olan istedadlarını üzə çıxardırdı. Məsələn, mən bir müğənniyə bir mahnı verirəm. Baxırsan bir əməkdar artist və yaxud da xalq artisti. Belə yox, bu mahnı mənlik deyil. Amma halbuki mən bunu onda görürəm. Doğrudan tərzdən çıxsam pul qazana bilməyəcəm mövzusundan bir soruşum. Oxuduğunuz tərz sizə yetəri qədər gəlir gətirir? Bilirsən, açıq danışaq. Çox təəssüf, amma reallıqlar var və bu reallıqlar müsbət deyil, ürəkaçan deyil. Əgər biz müqayisə etsək, gəlir baxımından. Əlbəttə ki, indi bayağı musiqi çox böyük addımlarla irəli getdiyi üçün, onun dinləyici kütləsi çox böyük olduğu üçün, yəqin ki, yəni mən o hesabatı dəqiqliklə bilmirəm, amma yəqin ki, onun gəliri, aylıq gəliri deyək ki, üstündür. Yaxşı, nə Deyərdim ki, amma böyük addımlar da irəli yox, böyük addımlara uçuruma getdiyi üçün. Uçuruma gedir, bəli. Böyük addımlar tamamilə doğru deyirsiniz. Uçuruma gedir. O adamların nə sənəti qalmır, nə can sağlıqları qalmır, nə də səhərsi gün valla onların qazandığı pul o qədər belə, siz necə? Çünki bir məsələ var, deyirlər ki, nəyinsə qazancı deyir, əlliklə kirşana gedir, deyir. O düzgün yolda qazanılmayan pul, məsələn, bizim əgər
mentalitetimizə, incəsənətimizə əgər xələl gətirirsə, o mənim üçün düzgün yol qazancı sayılmır. Nərmin illərdir bir mahnı oxuyur. Amma mən bunu Nərminin heç vaxt efirdə oxuduğunu görməmişəm. Bunu ilk dəfə biz Ədalət Şükürovdan eşitmişdik, Badəm şərabla dolu. Nərmin onu həmişə tədbirlərdə oxuyardı. Amma son bir müddətdir ki, Nərmin onu efirlərdə də oxumağa başlayıb. Bəli, elə qərara gəldim. Səbəb? Son vaxtı gördüm ki, bu mahnıya unudulmuş populyarlıqmı, sevgimi mənim paylaşımlarımla əminəm ki, musiqiçilərə təsir etmiş oldu. Çünki musiqi dünyasının bütün nümayəndələri bir-birlərini izləyir. Bəziləri daha çox dərindən araşdırır digərinin sənətini. Bəziləri öz profilinə yox, fake profillərlə istəyir. Çoxları fake profilinə girir, hər şeyi izləyir və şərhlərdə yazır. Təəssüf elə məqamlar da var. Xüsusilə də nəsə arada narazıçılar falan olduğu halda və mən gördüm ki, bu mahnını yenidən ifa etdilər. Sənətdə olan insanlar, onların birisi də Sənə dostum Qurd. Duet şəklində. Bəli, duet şəklində ifa etdilər və mahnını insanlar bilmir ki, mahnının müəllifi kimdir. Demirəm ki, onlar qeyd eləməyiblər. Çox güman ki, qeyd ediblər. Amma insanlar artıq ifaçıların mahnısı kimi onların mahnısı deyir və həm müəllifi, həm adı heç yanda çəkilməyən insana düşündüm ki, yada salmaq pis olmaz. Sənin duet məsələlərində yəni indi hər şey yaxşıdır da. Yəni Samir Bağırovla oxuduğun mövzular oldu. Mövzular oldu, ona da əslində qayıda bilərik. Hətta. Niyə ki, yox. Çünki Samir mənə o vaxtda demişdi ki, Nərmin, sən prodüserlə işləyirsən, o zaman işlədiyim xanımın adını çəkmişdi, efirdə demişdi. Sən onunla işləməyi bitirəndən sonra mən istəyərəm bu mahnını biz hər yerdə ifa edək. Sən onu nə vaxtda görüb bitirmisən? Bu artıq 4 il bitib ay Samir. Nə oldu? 4 il əvvəl bitib hardasan əziz Samiri tapmaq. Qayıt gedək oxuyaq birgə. Samiri tapmaq böyük problem olur. Axtarıram, gözləyirəm səni, sevirəm Samir Bağırovu. Samir qaydanda İsa xanımın mahnısı var. Qayıtdım mən yenə qayıtdım. Uymadım heç kəsə, mən yenə qayıtdım. Sən hüquq sahəsində uzun illər fəaliyyət göstərmisən. Bəli, 10 il işləmişəm hüquqşünas kimi, bəli. Və 10 il hüquqşünas kimi işləmisən. Bəli. Bax belə soruşum da, musiqi sahəsi bir məhkəmə prosesi olsaydı, özünə şahid kimi hansı müğənniləri götürərdi? Şahid kimi özünə hansı müğənniləri götürərdi? Maraqlı sualdır. Nə gözəl sən hüquqdadır. Mənim qızım da hüquqşünasdır. Nə gözəl. Allah yolunu açıq eləsin. Gözəl sənətdir əlbəttə ki. Mən 10 il işlədim, dedim ki, artıq gedirəm oxumağa. Oxumağa gedirəm. Ürəyimdən keçəni dedim. Mən bax belə deyim Samir, açıq deyim. Əvvəl deyirdilər ki, uzun illər tanıdığın insana güvənərsən. İndi artıq belə demək olmaz. Bax bu anda dünən çay içdiniz, yeməydiniz, razılaşma əldə etdiniz. Bir həftə ərzində bu insana güvən. Bir həftə insan sənin yanındadır. Bax bu hadisə olsa deyərəm dünən kimlə gözəl danışdıq, o insana yığaram, o şahidim olar. Amma daimi olaraq bu qədər mövzunun içində güvəndiyin adam yoxdur. Bilirsən necədir? O güvən üçün gərək sınaqlarda olsun ki, biləsən ki, sən heç kim sınaqdan çıxmıyor. Yox, o sınaqlar bəlkə o cür olmayıb ki, mən dəqiqliklə nəsə bilim. Yəni, sevdiyim insanlar var, hörmət elədiyim insanlar birdir. Amma tam bildiyim ki, yəni şahid tapa bilmədin də sən. Belə bir şey olsa. Sən də elə lap da qırma da onu. Belə ingilislərin sözü var, chop the tree. Yəni ağacı kökündən kesmə. Kökündən chop eləmədən. Mən chop eləmirəm. Soruşuram, cavab istəyirəm. Qısa sual, qısa cavab. Biznes açsaydın özünə nə olardı bu? Zinyət. Qırqızıl. Sevirəm zinyəti, bəli, daş qaşıladı. Çox sevirəm. Nərminə hədiyyə almaq istəsəz artıq bilin ki, daşqaş sevir. Amma bu anda Nərminin repertuarından keçid alırıq qəşəng bir mahnıya. Möhnətimiz sona yetdi Şuşa, xoş görmüşük səni. Vüsal gəldi, həsrət bitdi yaşa, xoş görmüşük səni. Daha mənim dərsərim yox Şuşa, sənə bağlı diləyim çox Şuşa.
Dəydi düşmən atdığı ox daşa. Xoş görmüşük səni Şuşa, xoş görmüşük səni Şuşa, xoş görmüşük səni. Oğlun yağı beli əyən zəfər libasını geyən gəldi Heydər baba deyən başa. Xoş görmüşük səni Şuşa, xoş görmüşük səni Şuşa, xoş görmüşük səni Şuşa, xoş görmüşük səni Şuşa, xoş görmüşük səni. Vaxt oldu imtahan kimi Şuşa, xoş görmüşük səni. Dərinə keçdi an kimi xoş görmüşük səni. Daha mənim dərsərim yox Şuşa, sənə bağlı diləyim çox Şuşa. Dəydi düşmən atdığı ox daşa. Xoş görmüşük səni Şuşa, xoş görmüşük səni Şuşa, xoş görmüşük səni. Şuşa, sənə bağlı diləyim çox Şuşa. Dəydi düşmən atdığı ox daşa. Xoş görmüşük səni. Daha mənim dərsərim yox Şuşa, sənə bağlı diləyim çox Şuşa. Dəydi düşmən atdığı ox daşa. Xoş görmüşük səni Şuşa, xoş görmüşük səni Şuşa, xoş görmüşük səni Şuşa, xoş görmüşük səni Şuşa, xoş görmüşük səni. Və hörmətli tamaşaçılar, ARB-də bizimləsiz Full Show-dasız. Reklamlardan öncə Qəmərim, bunu bir çox ifaçılar ifa edib. Ən sevdiyim variantlardan biri bu oldu. Çox fərqli, maraqlı və təbii ki, Elza Seyidcahan bu mahnı deyil, əsərdir. Şuşaya qalib Azərbaycanımızın, qalib xalqımızın, Azərbaycanın mədəniyyət beşiyi olan, dünyanın mədəniyyət beşiklərindən sayılan Şuşaya həsr etdiyi böyük bir əsər idi. Hörmətli xanımlar, Bəli. mən sizi bura dəvət eləyəndə əslində ikinizin ortaq nöqtələrini də nəzərə alıb dəvət etmişdim. Bir-birinizdən çox fərqlisiniz, hər şeylə. Amma ikinizin də özünə məxsusluğunuz, heç kəsə bənzəməməyiniz, hər zaman tənqidlərə sinə gəlməyi bacarmağınız, öz yolunuzdan qətiyyətlə dönməməyiniz, hətta sənətlə yanaşı işin show-biznes tərəfində də var olmağınız və show-biznes tərəfində var olanda qarşılaşdığınız hər hansısa bir söz, söhbət, qalmaqal olanda belə ona verdiyiniz cavablarla da fərqlənirsiniz. Elza Seyidcahandan soruşmaq istəyirəm. Elza xan, sənət sizin qanınızdadır. Azərbaycan musiqi sənətinə 30 ildir Elza Seyidcahan öz töhfəsini verir. Amma Elza Seyidcahanın show-biznes yolunda tarixi qalmaqalları da var. Yəni Azərbaycan show-biznesin tarixinə düşmüş qalmaqallar var. Hər zaman da Elza xanım, mən ağıllı qadın sözünün söhbətinin əvvəlində ona görə demədim. Elə cavab verirsiniz ki, mən həmişə baxanda deyirəm ki, ay Allah, bunu fikirləşmək məsələsi də bura qədər, bu nöqtədən tamam başqa bir yöndən yanaşmaq, bu başqa bir ağıl tələb eləyir.
Həmkarlarınızla yaşadığınız qalmaqalların hamısında Elza Seyidcahanın bir cavabı olub. Az çox tutarlı və ya necəsə. Yaxın zamanda bir mövzu eşitdim, şahidi oldum, amma sizdən ona cavab eşitmədim. Tədbirlərin birində Elza Seyidcahanın həmkarlarından biri ilə səhnə arxasında qarşılaşdığı bir vəziyyət. Söhbət Roza Zərgərli və Elza Seyidcahanın arasında olan mövzu. Şimdi başqa sualı keçdik. O adı burada tutmaq xahiş edirəm. Həmkar Elza Seyidcahan dedi ki, mən danışmaq istəmirəm, həmkar deyil. Yaxşı, mən cavabımı aldım, mövzu bağlandı. Yaxşı, Nərmin. Okey. Mən tarixdə mən nə ilə qalmışam? Tarixdə mən qalmışam bizim heç bir zaman unudulmayan özü demişəm, taclı sənətkarımız İlhamə Quliyeva. O gözəl, necə deyərlər, mahnıların, deyərdim ki, onu kimi heç kəs onu ifa edə bilməz. Gözəl sənətkarımız unudulmaz. Mən onunla qalmışam ki, zamanında o sağ ikən heç kəs onun yanında belə bıqqın da çıxarda bilməzdi, nıqqın da edə bilməzdi. Amma mən onun sözünü, onun cavabını necə lazımdır cavablandırmışam və o cavabımda mənim bir nöqsan da tuta bilməyib. Çünki özü mənə o şəraiti yaradıb. Yəni cavablarımdan birini ona deyəcəm ki, yəni mən təzə qızımın toyunu bir həftədir etmişdim. Gəlmişdim, verilişdə olmuşdum. Bir həftədir ki, mən verilişdə olmuşam, gözəl. Bir həftədən sonra yenə görürəm məni verilişə dəvət edirlər ki, gəl otur. İlhamə Quliyeva sənin üçün sözlər deyəcək, sən də gülüb gedərsən də. Mən də elə belə gülüb gedərsən də. Xəbərsiz. Hə də sənin üçün elə belə sözlər deyib də, sən də baxarsan, gülərsən, gedərsən. Mən də heç nə deməm, deyirəm, görürəm nə deyə bilər də İlhamə xanım mənim üçün. Gəldim, oturdum. Özü bilirsiniz də nələr demədi. Mən də daha orada Gülməli sözlər olmadı. Yəni başqa cür oldu biraz. Yəni Heç gülməli gülməsi demək, olmadı. yəni ki, insan orada gülsə demək insanın başı çatmır da. O insanın başı çatmır. Hazırlaşdırmamışlar da sizə fərqli Mən də belə informasiya, baxdım, səhv yönəltdilər. Orada cavabımı da mən verdim ona yaxşı. Yəni ondan sonra mən hara gedirəm, hamı deyir ki, biz sizin o cavabınızı açırıq YouTube-da, baxırıq, sonra da işə gedirik, həyatımıza davam edirik ki, o cavabları, siz necə onları dediniz, siz ona necə dediniz? Biz deyir, hər gün arada hətta mənim cavablarımı YouTube-dan silmişdilər paxıllıqca. Demək, İlhamə Quliyevanın mənə dediyi təhqirləri saxlamışdılar, mənim ağıllı cavablarımı silmişdilər. Təsəvvür edirsiniz. Onu da mən bilmirəm. Mənə zəng vurdular ki, bir Həci Baba müəllim var, Həci Baba. Dedi, mən səni tapa bilmirəm YouTube-da. Mən hər gün ona bir neçə dəfə qulaq asıram, sonra gedirəm, işimin dalıyacam. O cavablar bizim üçün bir məktəbdir. Sən yoxsan YouTube-da. Dedim, mən vallahi ki, mən baxmamışam, onu YouTube-a da mən yerləşdirməmişəm. Siliblər, mənim üçün nə yazılır, nə deyilir, həmən onu arxivə götürürük. Bizim bir heyət var, onu arxivləşdiririk. Mən də götürdüm, yenidən onu arxivdən çıxartdım, qoydum cavabı da, söhbəti də, dedim ki, ümumiyyətlə, belə insanlar var ki, düşünürlər ki, onlar bizə pisliyə bilər, amma bəzi insanlar bilsinlər ki, o pis olan insanlar, onlar bizə pislik eləmək istəyirlərsə, onların pislikləri çöndür bizə yaxşı, pislik onların özünə gedir. Elza xanım, onda mən düz anladım sizin mənə verdiyiniz bu cavabdan ki, yəni mən o boyda sənətkarla qalmaqal yaşayıb, üz-üzə gəlib sözümü demiş adamam, indən sonra mənə nə deyilsə də belə mən cavab verməyəcəm və o qalmaqallara girməyəcəm. Cavab verirəm, bəzən artıq son vaxtlar, yəni mən nə isə istəmirəm qalmaqaldan danışam, çünki doğrudan da çox gözəl bir sənət, belə necə deyərlər, sənətdən söhbət edir. Amma həm də show biznesdəsiniz. Show biznesdə həm mən varım. Yəni sizin geyimləriniz, sizin saç düzümləriniz. Sırf show biznes. Əslində mən show biznesi deyiləm, show biznes məndədir. Bəli. Show biznes məndən yararlanır. Doğrudan, elədir ki var. Gəlin bunu etiraf edeyim. Razıyam, bəli. O pislər var, yəni deyim, mən onlar üçün şərəf olar ki, mən onlardan danışım ki, o mənə belə dedi. Onlar elə bizə sataşıblar ki, biz onlarla dalaşaq, onlar gündəmə gəlsinlər. Ona görə mən heç zaman onların adlarını çəkmərəm heç vaxt. Amma yaxşı, adı qoysaq qırağa Elza xanım. O danışılan verilişlərin birində danışılmışdı, səhv eləmirəmsə. O olduğu kimi idi, orada yəni tam deyildiyi kimi idi o danışılan. %100 siz bundan xəbərdarsınız. Mən bilmirəm, mən üzrsən, məndə elə bir şeylər var ki, Samir. Unudursunuz. Mənim yox, unutmuram. Unuduram nə mənada? O insanı unuduram, ümumiyyətlə o hadisəni, amma verirəm onu Allahın həvaləsində. Bir də məhkəməmiz var bu dəqiqə. Hə, məhkəmə gedir. Son zamanlar bəli polisə də müraciət etmişəm. Baxmayaraq ki, bu sənətə gəlib özlərin bu necə deyərlər, pulun sayəsində mı nəyə sayəsində dürtüblər. Onların ixtiyarları yoxdur ki, dövlət sanatçılarını təhqir etsinlər. Ona görə bizim çox gözəl, adil, aqil bizim insan və qanun keşiyimizdə duran bizim dövlətimizin necə deyərlər, keşiyində duran
haqq ədalət hakimlərimiz var. Mən Ha, məhkəməyə məhkəməyə müraciət müraciət etmişəm. eləmisiniz. Bəli, polisə də müraciət etmişəm. O Ona mövzu görə ilə artıq bağlı. onlar məni məcbur etdilər. İndi hələ ki davam edir də, yəni. Bilmirəm həmin hadisə baş verəndə orada şahidlər olubmu şou biznesdən? Olubsa, bəlkə onları da dəvət elədilər ki, gəl bir şahidlik elə görəsən bu olubmu, olmur? Çünki məhkəmə Yox, qanuni sən dediyin deyil. deyil, mən başqa adamları. Başqa. Sən dediyin nədir ki, onlardan da bətərləri daş altında yatanlardır. O kinoda deyir, bu böyük dayaqda. Ələm də, dırnağını deyir, böyük dayaqda. Deyir ki, kimdir deyir, barmağı qırılsın onu yazanı. Nərmin Kərimbəyova bayaq dedin, qızıl zinət əşyaları açardım əgər bir mağazam olsaydı. Sənə bu həyat, bu sənət yolunda gələndə deyəndə ki, mən müğənni olmaq istəyirəm. İlk sənə kim əl uzatdı? Yəni dəstək olur. Hə. Kim sənə ən azı mənəvi dəstək? Düz eləyirsən, yaxşı. Güzgü. Yenə də özüm. Yenə də özüm. Güzgü. Çünki bilsən necədir? Yəni mən açığı o qədər hazır idim səhnəyə. Dəstək axtarışında deyildim o barədə. Sadəcə istəyirdim. Mən bilirdim ki, artıq yetişmişəm. Çoxdandan gərək bəlkə də bunu edərdim, amma indi hazıram. Hazır olan Nərmin Kərimbəyova müsabiqədə iştirak eləyib, Bəli. qalib də olub. Yox, o qalibiyyət sonradan olub Başqa bir müsabiqədə Keçid, qalibiyyət. ümumiyyətcə səhnəyə keçid müsabiqədə iştirakla olub, amma orada yarım finala qədər irəliləmişəm. Eurovisionda özün görürsən. Əlbəttə ki, çox da görürəm. Amma mən sənə belə bir söz deyim. Mən prodüser gözü ilə çox sənətçini Avroviziya səhnəsində görürəm. Elza xanımı görürəm. Bəli, mən Elza xanımı görürəm. Niyə görməyim ki? Çünki Avroviziya bizə necə xasiyyət olan xarakteri, xasiyyəti, xarizması, x hərfinə nə qədər müraciət elədim, olan insanı sevir. Orada fərqlənir. Demirəm mütləq ki, qalibiyyət olmalı. Nərmin Kərimbəyova dedik Elza Seyidcanı Eurovisionda görmək. Mən görmək istəyərdim. Biz Türkviziya müsabiqəsində 2 il mən ardıcıl mənim bəstələdiyim mahnı birinci dəfə Divlərin Yalnızlığı Yaşar Baxış aranjman etdi, Elvin oxudu və Türkiyədə şairə vardı Ayşə Birgül Yılmaz. Orada mən elə o oldu, Kazanda oldu. Yox, Kazanda. Və mən də orada elə geyinmişdim ki, finalda da, yarışda da hamı o iştirakçılarla bərabər, onlardan da çox mənimlə şəkil çəkdirirdilər. Halbuki mən orada oturmuşdum, iştirakçı kimi, nümayəndə kimi getmişdim. Hamı gəlib mənimlə şəkil çəkdirirdi ki, deyirdi bu kimdir? Diqqət cəlb edirsiniz. Yəni geyimimdən zət. Yox, sizin geyimləriniz uzun illərdir özü. İkinci ildə oldu İstanbul mahnısı, Mehman oxudu, Tağıyev, Tələbəm, sözləri Qəndərə Paşayeva. Biz gözəl yerlər də aldıq orada. Amma mən səhnədə olsam, öz mahnımla, öz heyətimlə, mən bilirəm ki, biz mütləq ki, birinciliyi gətirərik. İddialı. Və mahnını da mən özüm bəstələsəm. Elza Seyidcan deyir ki, öz heyətim, öz mahnım, öz bəstəm, öz seçimim, öz geyimim olsa sizə söz verirəm ki, Eurovisionda birinci yer bizim. Ümumiyyətcə, sənət adamından yaradıcı insanlara o hərəkət üçün biraz yer vermək lazımdır ki, onlar özlərini göstərə bilsinlər. O şey deyir, gördü ki, rəqsi də bacarır. Bəli, tamamilə doğru. Bu bəstəkar Elza Seyidcan, şairə Elza Seyidcan, ifaçı Elza Seyidcan, belə deyim də, prodüser Elza Seyidcan, müəllimə Elza Seyidcan, stilist özünə Elza Seyidcan istedadlıdır. Əlində fürsət olsa idi, belə bir imkanın olsaydı, faiz etibarı ilə soruşuram. Hal-hazırda səhnədə gördüyüm müğənnilərin faiz etibarı ilə neçə faizini belə üzərindən xətt çəkib kənarlaşdırardım? İndiki ümumiyyətcə sən bütün ifaçıları deyirsən. Ümumi. Bütün günü sosial şəbəkələrdə qabağımıza çıxan. Sosial açırsan, efirə açırsan, nə bilim oranı buranı, orada gördüklərini. Mən o adamları sən necə, onlara bir təhsil vermək, onlara bir təsirlər göstərmək kimi bir şansımız olsaydı kütləvi şəkildə məcburi onlar ona qəbul etsəydilər, bir kurslar təşkil edərdik. Amma ümumilikdə bugün bizi qane edən musiqi hər janrdan götürsək, maksimum 20% ola. Yəni 80%? 80% qane etməyəm. Bəli, ifaçılardır, musiqiçilərdir. Əsasən ifaçılardan daha çox söhbət gedir. Nəyi təbliğ edirlər, nə informasiya daşıyırlar, səhnədən nə cür ismarıc göndərirlər. Onu baxırsan, deyirsən, yaradıcılıq harda qaldı? Mədəniyyət nə idi ki, unutduq? Sən mədəniyyət nümayəndəsisən, musiqini yaradırsan, musiqi ruhun qidasıdır. Hanı o qida? Sən başqa şey yaradırsan. Mən onu almaq istəmirəm. Mənim beynim, mənim ruhum onu almır.
müzikantlarla qarşılaşanda əvvəllərdən danışıram. Nə reaksiya vermisiniz? Özlərinə cavab mı vermisiniz? Səhnə arxasındakı, məsələn, efirdən mənim filan məqamıma filan söz demisən, niyə demisən və s. və ilaxır. Necə reaksiya? Yoxsa ümumiyyətlə susub, o danışsın deyib. Çox şeylər olur əlbəttə ki və çox şeylər olub. Çox güman ki olacaq da. Xoşa gəlməz anlar yaşamışam, olub. Hətta olub ki, indi deyəcəm, çünki hər şey dəyişib, dövlət televiziyamızın da rəhbərliyi çoxdan dəyişib, köhnə rəhbərlik zamanı qonaqlar gəlirdi. Özü də ki, deyirsən, yaşlı da insandır, hörmət deyilirsən, deyirsən, televiziyada çıxır, sən də təzəsən, yeni ifaçısan, 1-2 il, 3 il olan, səliqəli, yəni olduğum kimi, səmimi söz atırlar. Niyə qara geyindin deyir, deyirsən, bu mahnıya uyğundur. Belə, o sən ruhdan salır, nə ifa edir deyir. Canlı ifa edirsən, elə olmamalıdır. Elə sözləri eşitmişəm özüm. Yəni səndən yaşca böyük müğənnilərdən sözdür. Müğənnilər deyildi, müğənnilər mənə o sözü deməyib açığı. Deyim ki, müğənnilər. Amma bəstəkarlardan, digər musiqiçilərdən, şairlərdən, müxtəlif televiziya qonaqları qismində gələ biləcək adamlardan çox xoşa gəlməz şeylər eşitmişəm, ruhdan salan. Səncə bunun səbəbi nədir? Məni onlar şəxsən tanımırdılar. Bəlkə də ilk dəfə görürdülər bəziləri məni efirdə və mən onlarla çox mədəni, necə ki digərləri, ümumiyyətlə mədəni insan olduğum üçün mədəni tərzdə davranırdım. Onların içində problem var ki, onlar kiməsə onu yönəldilər. Kimdəsə problem niyə axtarırsan Mən ki? amma deyərdim ki, Nərmin xanım, Samir sual verdi ki, əvvəl daha çox idi, indi. Əksinə indi əvvəlkindən daha çoxdur. Biz inkişaf etdikcə daha da o tənqidlər çoxalırlar. Yəni tənqid deməzdim, o tənqid yaxşıdır. Mən tənqidsizdir insan. Tənqid deyir, tənqidçiləri Qara Qarayev deyib ki, tənqidçiləri qızıl axtaranlara bənzədirəm mən. Deyir, əsl tənqidçi sübut edəcək dərəcədə izah etməyi bacarmalıdır. Onu tapsaq da. Hə də tənqidçilər bizim amma konservatoriyadan müəllimlərimiz var, musiqişünaslarımız var ki, tənqidçilər də əməlli başda tənqid eləyə-eləyə gözəlliyi üzə çıxardılar. Bugünkü gündə mən tənqid edirəm, bəli. Baxın bax, bizim bugünkü gündə uçuruma gedəm. Bizim əlifbamızda, yenə həmişə demişəm, hər verilişdə də deyirəm, bu nə qədər də, məsəl üçün mən bu verilişlərə görə salonlara gedirəm də, yəni bir də gözə məcbur oluram. Girirəm, ancaq biri belə, ancaq səhv düzəldirəm. Deyir ki, çay gətir, deyirəm, çay yox, çay. Hə, çay gətir. Adam ürəyə partlayır bunlar. Düzəldərək. Belə, salam canım, deyirəm, salam yox, salam. Ay Allah, mən neyim, deyirəm, ay Allah, mən neyim. Bəs ifadə ş hərfi artıq ş kimi yoxdur. Ş belə eləyirlər. Zını da belə elə, zı ilan kimi sınır. Bayağı musiqidə amma ş belə oxuyurlar. Ş o yoxdur, şo artıq ş elə səslənmə artıqdır. Hamı da bir-birinə oxşadı özünü. Ona görə də seçə də bilmirsən. Deyirsən, bunlar artıq bir strategiyadan istifadə edirlər. Avtobusa minirik. Avtobus durur, qoyur özünə xoş gələn bayağı mahnıları. Cəmaət işdən çıxıb evinə gedir. Məcbur dinləməli. Məcbur dinləmə. Taksiyə minirsən. Yeridirlər beyinlərə bu cür. Bilmirsən ki, bu hansı təbliğatdır ki, deyiblər ki, bunu cəmaatı pozun. Bəs bu yüzden dövlətimiz Xarı bir festivalı, İpək Yolu festivalı, Qəbələdə neçə festivallar, bəs tüm dünyanın xarici ölkələri bura gətirirlər ki, Azərbaycan musiqisini təbliğ edirlər. Bəs bəzi insanlar ki, xalqı kütlə adlandırırsınız, halbuki küt özünüzsünüz. Özünüzün kütünə ləyəndə alır, xalqı kütlə bunu istəyir. Sizin nə ixtiyarınız var ki, avtobus sürürsən, radio qulaq as, taksi sürürsən, radio qulaq as, sərnişin minir taksiyə, radioya, o sizin nəqliyyata, o sən onlara xidmət edirsən, sənin nəqliyyatında bizim radiolarımız olmalıdır. Sənin xoşuna gələn musiqilər yox. Və yaxud da küçələrdə gedirlər, elə xod verirlər ki, o Rus demiş ki, bezdarlı mahnılara. Benim sənin o zövqsüz mahnı mənim maşınıma gəlib girməlidir. Pəncərələri ört, ifunətlə orada qulaq asıqdan. Bəli. Çox qəşəng məqamlar. Nələrimiz doludur, başa düşsən. Birin də deyim Samir, son zamanlar qəşəng obrazlar var da, Maşa, Mişa, qəşəng o Şrek, məsələn, Panda, gör necə bunlar azğınlaşıblar ki, bizim nənəmizi, babamızı paltarını geyindirirlər öz işçilərinə. Ad günlərində
Gəlirlər, nənəyə babaya oriental oynadırlar. Nənə dizlərini atıb yerə, belə-belə eləyir, belə-belə eləyir. Baba da başlayır belə-belə nənə ilə. Sənin nənən baban elə eləyib, görmüsən? Mənim nənəm babam elə eləmir şəxsən. Heç kimin nənəsi Onlar babası bizim elə nənəmizi, eləmir. babamızı, əcdadlarımızı təhqir Heç edirlər. kimin nənəsi babası elə. Burada nə qədər adam var. Ona heç görə kimin nənəsi bu bir babası elə şey. cinayətdir. Mən də buradan mən ziyalıyam, mən incəsənət xadimiyəm. Mən Azərbaycan Qırğızstan Bəstəkarlar İttifaqının üzvüyəm, Yazıçılar İttifaqının üzvüyəm, Dövlət Televiziyasının solistiyəm. Mən bunu deyirəmsə, mən xalqımızın gələcək Daha rifahı yaxşı üçün deyirəm. Mənim bu borcumdur. Və çoxu da bizə deyir ki, Ezgi xanım, siz nə yaxşı bunu deyirsiniz, biz bunu bilmirik. Bizə indiyənə qədər heç kəs deməyib ki, sən Azərbaycana Azərbaycan deyirsən. Müəllimlərimiz bizi başa salmayıblar. Vallahi Ezgi Çox xanım, sağ olun. əslində Azərbaycana məktəbdə deyirlər, sadəcə olaraq ev daxili, ətraf, həyat, sosial şəbəkələr, xüsusən də məndə heç vaxt olmayan və yəqin ki də heç vaxt olmayacaq TikTok və bu kimi bir nüansların da çox böyük təsiri var. Bizim xilaskarlarımız var, müəllimlərimiz. Müəllimlər peyğəmbərlərdən sonra ustad. Müəllimlərin əlindədir uşaqlarımızın müqəddəratı. Valideyn savadsız ola bilər. Cahil ola bilər. Lazım deyil. Müəllim savad verir, Uşaq mənim şəxsən mənim elə şagirdlərim danışarsa mən müəllimlikdən yazaram, çıxaram. Bu boyda planşeti gəzdirmərəm. Bu boyda üzümə botoksları vurdurmaram, saçıma bəzərib gəlmərəm. Mənim bəzəyim mənim uşaqlarımın nitqidir. Bu arada Düzdürmü? başa düşdük. Elədir. Müəllim də elə olmalıdır, bəli. Nərmin, Acan. özündə dedin, bayaqları mənə kimdədir? Güzgüdəki dedin. Bəli. Güzgüdəkinə baxırsan, çox danışırsan güzgüdəki adamla. Yox, daha elə də yoxdur. Elə yox. Bir də Ya, güzgüyə baxıb danışır. ancaq motivasiya xarakter. Bəs yaxşı, güzgüyə baxanda Nərmin hamı bilir, bütün ölkə bilir ki, yəni qardaşının həyatını xilas olması üçün, yenidən həyatına davam etməsi üçün öz böyrəyinin birini əməliyyat yolundan Bunu köçürmüşdür. dəyişərsən, qaraciyərimin bir hissəsini verir. Qaraciyərinin bir hissəsini. 70%-ni. 70%. O zaten elədir, hə. Bəli. 70%-ni qardaşına vermişdi, amma Nərmin bir çox insanların özündə bəlkə də kompleks saya biləcəyi hər bir şeyin əslində kompleks olmadığını göstərdi. Olmamalı olduğunu göstərdi bəlkə Bəli, də. çünki ruhu azad olan insan, həyatı dərk edən insan cılız olmamalıdır. Bütün bu müzakirələr çox cılızdır. Mənə çox gülməli gəlir və yersizdir. Tamamilə Playlistində yersiz. top 3 Azərbaycanlı müğənni kimdir? Mən musiqiyə daha çox ifaya Yaxşı, və mahnı mahnıya deyil. görə Mahnı. dinləyərəm. Son zamanlar Son zamanlar demək olar ki, yoxdur. yoxdur. Demək olar ki, yoxdur. O baxımdan ki, yeni bir ümumiyyətlə də indi mən hesab edirəm yaxşı musiqidə bir durnuqluq var və onunla əlaqəlidir ki, biz hamımız hansısa depressiya demirəm, hamımız depressiya yaşayırıq, hamının adına demərəm. Amma hesab edirəm ki, müəyyən necə deyim, psixoloji sarsıntı da yox. Amma bilsən necədir? Ruhlandırıcı faktorlarımız çox deyil. Yaradıcılıq üçün ruhlandırıcı faktorlar çox olmalıdır. Mənim bir dənə güzgüyə aid şeirim var, onu bir səsləndirəcəm sizə. İndi də Güzgü adında şeirini səsləndirəcək. Onun ardınca da Nərminin ifası ilə biz sizlə sağollaşacağıq. Tapdıqmı şeiri Ezgi xanım? Bilirsiniz necə, mən bizi bilirsiniz də bizim yeni ilin sonunda hadisə baş verdi, bizim təyyarə qəzası və bizim hökuməmiz. Mən də fotosessiyalar etmişdim. Yeni il ərəfəsində bir həftə qalmışdı. İstəyirdim ki, paylaşım və fikirləşdim ki, ay Allah, mən də bunları necə paylaşacağam? Şəkilləri indi mən verərəm, göstərərsiniz. Mən necədir, güzgü ilə şəkillər, Zeynal var, foto Zeynal. Hə. Qəşəng fotosessiya etmişdi, ailə fotosu çəkdirdim nəvələrimlə, yəni ki, uşaqlarla. Və Güzgü şeiri. eyni zamanda da 28-i biz Laçında yeni il şənliyində də 28-i də onlar torpağa tapşırıldılar. Biz çünki bizə bədxahlar baxırlar, biz sınmamalıydıq ona görə. Ona görə mən bu şəkili sonra paylaşandan sonra fikirləşdim ki, hə, şeir gəldi də mənə. İndi bu Nərminin bu güzgü Hadisə günü siz dediniz Elza xanım, mən də Mərdəkanda Mədəniyyət Mərkəzində tədbirdə olmalıydım. Böyük tədbir keçirilirdi Mərdəkanlı sakinlər üçün. Hələ yarı yoldan qayıtdı. Hadisəni bildik, yarı yol. Əlbəttə ki, hər şey təxirə salındı. Çox acınacaqlı, çox acı anlar yaşadıq. Keçmiş olsun xalqımız üçün. Yəni ki, Nərmin mənə bu həvəsi necə üzr istəyirəm.
Yəni Nərmin yəqin ki, bunu daha yaxşı başa düşəcək. Həmişə varam. Yəni bizim üçün həmişə nə var? Güzgü var. Güzgüsüz həyat yoxdur, düzdür? Güzgüdə biz özümüzü görürük, bütün həyatı görürük. Həmişə varım. Həyatın bu üzü belə, o üzü elə. Həyatın bu üzü belə, o üzü belə. Aynanın görünüşü belə, doğuluşu elə. Mələk çəkildi qeybə, toxunuşu ilə. Yaxşılığı car çəkən, pisliyə hökm oxuyan hökməm ilə. Dünyaya varam deyə, yaşamağa davam elə, yaşamağa davam elə. Yəni ki, Çox gözəl. balacalı bir neçə Bəli. misal. Yəni ki, demək istəyirəm ki, həyatın güzgüyə baxıram deyirəm, həyatın bu üzü belə, o üzü belə. Aynanın görünüşü belə, doğuluşu elə. Yəni biz özümüzü görürük belə, aynanın görünüşü belə, amma doğuluşu elə. Nərmin elə bir şey sanki özünü aynada gördü. Özünün əksini Amma öz. doğuldu da orada. Bəli. Yəni Bəli. hökmən biz belə gördük məsələn güzgüdə, amma doğuldu aynadan biz üçün sanki. Mələk çəkildi qeybə toxunuşu ilə. Onun səsi var idi. Hər şey yaxşı olacaq. Mələk çəkildi qeybə, amma toxunuşu ilə. Yaxşılığı car çəkən, yaxşılığı car çəkdə hər şey yaxşı olacaq. Yaxşılığı car çəkən, pisliyə hökm oxuyan hökməm ilə dünyaya varam deyə yaşamağa davam elə, yaşamağa davam elə. Və Elza Bəli, Seyidcahan. çox gözəl. Hörmətli xanımlar, sizin hər ikinizə təşəkkür edirəm. Çox sağ ol. Bu günləri hər mənada, hər tərəfli çox qəşəng söhbətlərimiz oldu. Mahnılar eşitdik, indi sonda Nərminin bir mahnısını da eşidəcəyim. Mən hər iki xanıma uğurlar arzu edirəm. Elza Seyidcahan 30 ildən artıqdır ki, Azərbaycan musiqisinin keşiyində bir əskər kimi dayanan xanımdır. Maşallah. Hər şeyi ilə fərqli, özünə məxsusdur. Ölkə musiqisində və səhnəsində heç kimə bənzəməyən və heç kimin bənzəyə bilməyəcəyi bir xanımdır. Bu mütləqdir. Bəli. Məşğul olduğunuz hər işdə sizə uğurlar arzu edirəm. Hər zaman Azərbaycan səhnəsində Elza Seyidcahan bax beləcə var olsun. Sənəti ilə, Çox sağ ol. şeirləri ilə, musiqiləri ilə, Mübarizəmizlə, mübarizəsi hər ilə, zaman haqlı deyə, bəli. mübarizəsi. Mən hər ikinizə bir daha uğurlar arzu edirəm. Çox Çox sağ sağ olun. olun. Nərmin. Təşəkkür Deyir, edirəm. mənim babam deyir ki, ötən günə gün çatmaz. Mənim könlüm bu sözlərə heç yatmaz. Gözəl günlər, xoş günlər, şanlı günlər, şən günlər hələ qarşımızdadır. Bəli, hələ Mikail Müşfiq. qarşımızdadır. Mikail Müşfiq. Hörmətli tamaşaçılar, xanımlara bir daha təşəkkür edirəm. Sizə də bizə baxdığınıza görə təşəkkür edirəm. Yenə də biz artıq 6-cı günün ilk saatlarını yaşayırıq. Gələn həftə 5-ci gün 00:00-da yenə də sizin qarşınızda olacaq. ARB televiziyası Full Show, gözəl musiqi və Nərmin Kərimbəyova. Dolu, sinem sualla dolu. Ne üçün yazda açır gül payız gelende solur. Ne üçün bu dünyada hayır de şer de olur. Bir ömür şen olan da o bir ömür gamli olur. Full Show